Salam. Bugün sizə testlərdə çaşdırılan zaman uzlaşmasını təqdim edirəm. Hope, expect, intent, plan, promise, offer, refuse. Bu fe'llər gələcəyə yönəlik niyyət bildirən fe'llərdir. Bu fe'llər indiki zamanda olduqda gələcək zaman will ilə uzlaşırlar. Nümunələrə baxırıq. I hope that he will come. Ümid edirəm gələcək. She promises she will help. Söz verir ki, o kömək edəcək. Bu fe'llər keçmiş zamana keçdikdə will də would-a çevrilir. Yəni, I hoped he would come. Ümid edirdim ki, o gələcək. She promised she would help. Söz vermişdi ki, o kömək edəcək. Diqqət, şəxsi planlar və rəsmi cədvəllər present continuous yoxsa simple present olsun. Gəlin baxaq. Şəxsi planlar present continuous yaxın gələcəkdə etməyi planlaşdırdığımız şəxsi işlər üçün come, go, stay, leave fe'lləri ilə işlənir. We are leaving tonight. Biz bu axşam yola düşürük. Bu şəxsi bir planı göstərir. Rəsmi cədvəllər və tariflər simple presentlə işlənir. Qatar, təyyarə, kinoteatr, dərs cədvəlləri kimi rəsmi zaman qrafiklərində the train leaves at 6 o'clock. Qatar saat 6-da yola düşür. Bu rəsmi bir cədvəldən təyin olunmuş vaxt olduğuna görə sadə indiki zamanda verildi. The film starts at 8 o'clock. Film saat 8-də başlayır. Diqqətinizə görə sağ olun. Videonu bəyənməyi və paylaşmağı unutmayın.